yaşında uşaqla yağışın günündə gecənin bir vaxtı saat 23:22-də qoyur küçədə nəyin üzündən uşaq şüşəni sadəcə 0,1 saniyəlik açıb havanı dəyişməkdən ötürü. Lap yaxşı. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ayna. Girin ayna saytına baxın. Girib baxacağım şəxsən bu söhbətə girib baxacağım, araşdıracağım. İcazə almalıdır şüşənin açılması. Olar yoxsa yox. Onda mən icazə verə bilərəm, amma icazə almaq lazımdır. Uşağın şüşəni açmağı icazəsi yoxdur. Valla birinci dəfədir bu sözü sizdən eşidirəm. Deməli maarifləndiniz. Amma gedib araşdıracağam. Əgər səhv olsa mən birbaşa sizi şikayət edəcəm. Hara sizi şikayət edəcəm? Eləyəcəm. Yaxşı. Razılaşdıq da burada. Yox, mən sizi götürüyorum. Yox. Mən sizi götürüb evinizə aparıram. Siz mənə minnətdarlıq əvəzinə siz burada öz başlanıq edirsiniz. Ay qardaş, o nə deməkdir minnətdarlıq əvəzinə? Siz məni pulsuz aparmırsınız. Mənə minnət niyə qoyursunuz? O nə deməkdir? Mən pulsuz heç kim aparmayacağam. Всё da, sizdən mən minnətdarlıq niyə eləməliyəm sizə? Başıma minməlisiniz. Siz də məni aparırsınız deyə başıma minməlisiniz. Eləyirsiniz, ücrətini alırsınız, xidmətinizin. Qardaş, xidmətimi göstərirəm. Qardaş, siz də xidmətin qarşılığını alırsınız. Siz mənə pulsuz aparmırsınız. Siz məni öz keyfinizdən aparmırsınız. İcazəsiz. Maşınında hər hərəkəti eləməyə ixtiyarınız yoxdur. Sizin də ixtiyarınız yoxdur ki, bayaq orada sürətlə qabağı arxaya verib məni burada qorxudasınız və uşağımı qorxudasınız. Sizin bunu ixtiyarınız. Mən ağzımı açmadım. Fikir verirsin, mən danışmadım. Siz orada puf, 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 puf orada anormal hərəkətlərlə də sürət qaldırdınız. Ona da sizin ixtiyarınız yox idi. Başa dönməyə ehtiyac yoxdur. Ümumiyyətlə söhbəti bağlayın. Xeyr, siz başa dönmədiniz, siz ortadan başladınız. Siz ortadan başladınız. Başa dönmək istəyiriksə ən başa qayıdırıqsa ilk siz sürət həddini aşdınız orada. Düzgün manevr eləmədiniz. Bu bir. Orada dəfələrlə qayda poz ağzımı açdım. Yox. Dedim yəqin belə qəbuldur. Elə deyilir. Heç şey demədim ki, siz də susub oturmalısınız. Всё. Gedib onda danışar sosial şəbəkələrə sal verərəm sizin videonuzu baxarsınız. Şimdi mənim video burada var. Mən buradasınız. Bax, getdiniz.